Hər birinizə salamlayırıq dostlar, bilirik işləriniz qaydasındadır. Ali Futbol YouTube kanalındasınız və artıq adət-ənənəyə sadiq qalaraq var arxası verilişi yenidən efirdədir. Çempionlar Liqası deyirlər, bu ümumiyyətlə yarışın ən maraqlı hissəsidir, ən maraqlı belə deyək də mərhələsidir. Çünki burada daha güclü olan yox, daha rəqibini yaxşı anlayan və keçməyə bacaran növbəti mərhələyə vəsiqə qazanır və bu gün biz klassik var arxası deməli sastavımızla Fərman Elvin və mən arxası karması karması Fərman Elvin və mən Avdol gördüyünüz kimi artıq Ali Futbolda öz kanalından qovmuşuq və indi yoxlamaq istəyirik ki, artıq demişik də sizə də hər buraxılışda kimisə yola salıb yoxlayacaq ki, nə qədər baxış yığılır. İndi Ali siz yoxlaya baxaq görün nə olur, nə olmur. Uşaqlar, əslində 4-5 finalın ilk oyunlara başa çatdığından görə mən təklif edirəm ki, oyunları necə müzakirə eləyək. Birinci oyun müzakirə eləyək. Komandalar bizə cavab maçda nə təklif eləyə bilərdi müzakirə eləyək. Bir də ki, öz ehtimallarımızı da verir də növbəti mərhələyə keçməyə görə. Mən nətər məsləhətdir, elə deyil. Başlayaq məncə belə bir oyundan ki, haradakı favorit bəlli idi. Birinci oyundan sonra bu favorit yenə qaldı və növbəti mərhələ kim keçir, mən indidən deyə bilərəm, amma gəlin biraz ətraflı müzakirə eləyək. Nə də olsa məğlub olan tərəfin azı kişi daha çoxdur ölkəmizdə. PSG Liverpool maçı. Mən deyəsi çox şeyim var. Siz ilk oyun haqqında fikirlərinizi istəyirsiniz başlayın. Mən də sizə dəstək olaram. Bir şey demək istəyirdim ki, biz çəkdiyi birinci oyundan əvvəl nəsə bizdə texniki problemlərə görə buraxa bilmədik onu. Ortada bir məsələ var ki, orada PSG qələbəsini demişdim hər bir halda. Hamımız demişdik də. Prosta orada bir nüans var ki, mən hər cəhd elədim ki, Liverpoolun bir şansın hardasa görüm də. Deyirdi müdafiə görüm, yox qardaş, o deyil. Hücum o deyil, qapçı o deyil, yarım müdafiə o deyil, heç nə o deyildi də. İlk hissədən sonra XG Liverpoolda 0-0-0 idi. Bir dənə zərbəsi oldu çərçivəyə. Fərzi o da XG yığmadı, 0-1 də yığmadı. O bir zərbə oldu, yox 90 dəqiqə ərzində. Hə, 90 dəqiqə ərzində bir dənə zərbəli oldu. Safonov hardasa özü kömək eləmək istədi ki, PSG PSG deyirəm, Liverpool vursun. Amma yenə də vura bilmədilər də o qolu. Liverpool bu dəqiqə o komanda deyir ki, və PSG-nin qabağına nəsə qoyub və oyun göstərə bilsin. PSG-nin sürətli oyunu inanılmaz idi. Mən oyuna baxırdım, doğrudan da həzz alırdım və PSG-nin o 3 pasa təkbətək və yaxud da ki, sürətə belə qabağa ötürmələri çox gözəl idi. Fazaları dəyişmələrində, müdafiədən çıxmaqları, Kviça isə ümumiyyətlə möhtəşəm. Kviça Ballon d'Or namizəddir yəni. Utsalar 100%. Nə dirəşirəm, heç də mənə də ağzımdan vurdunuz. Kviça Ballon d'Or nə mənası var? Danışman qırış, Kviça Ballon d'Or. Ya indi burada bir məsələ. Demirəm, nömrə 1 namizəddir. Top 5-də namizəddir yəni. Top 3-ə daha düşər. Bir baxın nəticələrə də. İkinci qolu kanatı ilə o korpusu nətər qoydusa. Heç Zomasına da belə şey eləmədi ha. Yəni Zoma girib keçmir burada. Kanatın bədənin quruluşuna bax və Kviçaya bax da. Normalda kanatın korpusuna onu bizə nə etməlidir? O göndərməlidir Ukraynska kruqa da. Amma navarot oldu, əksinə oldu, tam əksinə oldu. Mən çox sevinirəm ki, indi Real haqqında xəbər çıxdı ki, bu həftəki kanatın imzalamasından imtina ediblər. Yəni belə kanatı almaqdansa var yoxla nəhlət Alaba ilə davam eləmək daha zor. Özü Real başladı maraqlama. Ondan sonra başladı pis oynamağa. Ona görə də Real gərək bir 7-8 ay əvvəldən maraqlansın ki, baxa görə nə olur da. Mən bir çatmalı ki, slot tərəfdən də heç vaxt əvvəl, indi mən Liverpool keçdəyi şeylərdə düzəldə bilər mənim. Heç vaxt əvvəl istifadə etmədiyi bir taktiki sxemdən oyuna çıxdı. 3-4-3. Özümə baxdım 3-5-2 zat da deyil də, yəni müdafiə meyli. 3-4-3. Harada ki sən 2 qat boşluq buraxırsan cinahlarda və cinahlarla əla oynayan PSG-yə qarşı. Mən heç bir oyundan qabaq ümumiyyətlə mən deyirdim ki, darmadağın olacaq və XG-yə baxanda ümumiyyətlə gol epizodda, real gol şanslarına baxanda, yəni həqiqətən orada darmadağın olmalı idi. Amma bu 2-0 belə darmadağına bərabər bir 2-0-dır da. Yəni çox rahat, çox professional. Bilirsən nəyə oxşadı? Keçən il düşmüşdülər, onlar 8-ə 1, 4-ə 1 idi. Birinci oyunda inanılmaz oyun idi. PSG onları sıxdı 90-da, bunlar bir gol vurdu və keçdi və əslində olaraq PSG oyunu 3-0 udmalı idi. Eyni şeydir burada da 2-0 oldu, amma ki əslində olaraq 4-5-0 ola bilərdi. Fərman ətraflı hər şey dedi da, əlavə eləmək istəmirəm. Sadəcə olaraq bir şey demək istəyirəm ki, bu göstərdiyi, sən demişkin, bu göstərdiyi oyunun qarşısında PSG daha çox gol vurmalı idi və bəzi yerlərdə hətta biraz belə söz var, risovqalıq da eləyirdilər ki, biraz qəşəng gol vursunlar. Bu onlara çox baha başa gələ bilər. Məncə sən Liverpool şans tanıyırsan yəni. Şans tanıyırsan söhbəti deyil. Arne Slot bilirdi ki, bu orada udmayacaq.
Okay. Bir mənalı şəkildə. Yəni gəlin belə şey deyək, artıq obyektiv danışaq da bir balaca. Ona görə onlar çıxmışdılar ora, maksimum çalışırdılar ki, az gol buraxsınlar. Düzdür, elə də alınmırdı onlar da. PSG vura bilmirdi daha çox, mənim fikrimcə. Və məncə də bu situasiya keçənki situasiyaya bir balaca oxşayır. Keçən ildə birinci oyunda bu tərəf sıxdı, axırda bir dənə gol vurdu. O birisində də hər iki oyunda özdə Donnarumma ilə Alisson çox gözəl oyun göstərdilər ayrı-ayrı oyunlarda. İndi bilmirəm bu dəfə Alisson da yoxdur. Sən Arne Slot'un sözü və qüvvət bir şey deyil. Mən sənə tamamilə razıyam. Çünki oyundan sonra nəyəsə görə Arne Slot'a sual verirlər ki, Salahı niyə buraxmadın? Arne Slot güldü. Hə də yəni deyir qardaş, siz yəni çox belə standart şablon sual. Mən deyir, vallah deyir, vallah demədi amma deyir ki, bax oyundan sonra sən öldü dedi ki, oyundan sonra mən 2-0-dan sonra bilirdim ki, mətbuat konfransında siz mənə birinci bir sual verəcəksiniz Salah. Deyir qardaş, siz oyuna baxmısınız deyir ümumiyyətlə. Mən orada deyir, biz oyunun sonlarında sadəcə bir sənəcə yerində keçinməmək üçün mübarizə aparırdıq da. Salahı mən nabat saxlayardım ki, Fulhamın oyunda, onların Fulhamda dünən oyunu baş verib və Salah gol vurub. Salah gol vurub və düzdür çıxır ki, anası o düz elədi onu saxlamaqdan. Plus Fulham deyirik, Liverpool deyəsən 5-də 6-dadır, Fulham 9-dadır və Fulham 4 xal geridədir. Udsa gəlib çatırdı Liverpoola. Deyir, o cəhətdən mən daha vacib idi Salah. Plus cavab başında istifadə edəcəmlər. Yəni tamamilə razıyam ki, onlar həqiqətən maksimum ən az nə qədər gol buraxa bilərəmsə, o məqsədlə çıxıb oynasınlar. Sadəcə heyf Liverpooldan çox möhtəşəm bir komandadır və bu bir daha təsdiqləyir ki, bu il çempion İngiltərədə kim olsa olsun, çox zəif rəqib fonunda bu çempion olacaq. Fərqi yoxdur. Arsenal City-də Arsenal keçəcək, amma fərqi yoxdur kim orada çempion olacaq. Hər kəs müzakirə edəcək. İndi ki Leicester-da müzakirə edirlər. Leicester düzdür, sürprizdir, amma qalan hamısı çökmüşdü. Burada da eyni situasiya. İcazə verirsə ehtimalları mən başlayım. Buyur. Mən nə yalan deyim, indi tək başqa cür olsun. Çünki neytral azarkeş kimi mən maraqlı bir oyunu izləmək istəyirəm. Nəsə mənə elə gəlir ki, PSG cavab maçında darmadağın eləyəcək. Darmadağın eləyəcək. Yəni özü də nəzərə alaq, PSG-nin Fransada oyunlarını 2 tur artıq təxirə salıblar. O da var. Şərait də yaradıblar. Adamlar yorulmayıblar. Niyə də sürünməsinlər? 80-20-yə PSG-nin ikinci haqqında etibar verək. 90-ın 10-a ki, PSG keçəcək. Mən 100-ün 0-a deyərdim. PSG. 100%. Elmin? Mən nə bilim valla. Liverpool imkan vermir də deyəsən, amma mən də razıyam. Çox hateri az olan bir klubdur da o. Mən elə gəlir ki, overtime-a gedəcəklər. Onu mən niyəsə elə hiss eləyirəm. Yəni burada oyunu fikirləşmə, oyunu analiz sırf eləsə, əlbəttə ki, sən üstünə itirəcəyi bir şey yoxdur. Yəni o məncə də itirəcəyi bir şey yoxdur. Yəni ora nəsə qoymalıdır, bütün gücünü qoymalıdır və Arne Slot'un məncə sonuncu şansıdır özünü göstərməyə. Yəni bundan sonra nə edə bilər ki, onu saxlasınlar heç bir halda. Ona görə də mən 50-50 deyim. Geçdi. Mən overtime gözləyirəm. Okay. İnanırım ki, Liverpoolun azarkeşlərə çərlər gözləmir. Arne Slot özür deməzlər. Elvin inanır Liverpoola. Mən inanıram. Gəlin bu siz də inanın. Siz də inanın. Siz ümumiyyətlə fikirlərinizi yazın. Çünki belə çıxdı ki, biz bir tərəfli danışmadıq. Ona görə də bu diskusiyaya şərait yaradır. Zəhmət olmasa PSG Liverpool haqqında fikirlərinizi bildirin. Kim növbəti mərhələ keçəcək, biz isə vaxt itirmədən keçək növbəti oyuna. Növbəti müzakirə edəcəyimiz oyun həmçinin Premier Liqa komandasına aiddir. Bu dəfə Arsenal müzakirə edəcək. Bədbəxt ləqəbli Arsenal, hansı ki hal-hazırda biz indi başa düşüləndir ki, siz baxdınız gündə çəkiliş eləməyib, 1-2 gün əvvəldən çəkirik. Sadəcə indi vəziyyət odur ki, bir neçə dəqiqədən sonra Chelsea Manchester City maçı başlayır və istər-istəməz biz Arsenal müzakirə ediriksə, paralel olaraq, yəni Premier Liqada yüngülvari olası danışmalıyıq. Çünki bu komanda keçən ilin Inter'in qrafiki ilə gedir, hansı ki bütün yarışlarda iştirak edirlər. Baxım görəm hamısını uduza bilərəm yoxsa yox. Çünki Inter keçən il elədi. İndi Arsenal Artetadan soruşsan ki, məqsəd nədir? Çempionlar Liqası yoxsa Premier Liqa deyəcək ki, qaqa baxacam vəziyyəti. Harda yaxşı olsa orada gedərəm yəni. Arsenal Sporting ilk oyunda Sporting səfərdə Sporting öz meydanında məğlub olmuşdu, amma layiqli idimi? Möhtəşəm oyun göstərdi. Yəni Sportingdən açığı bu da Glimp oyununa qədər heç nə gözləmirdim bu turnirdə. Amma ki ondan sonra bunlar əməli başda öz meydançalarında çox gözəl oyun göstərirlər və o hesab oyunu heç əks etdirmir. Nə qədər ki mən Real Arsenala böyük simpatiyam olsa belə, yəni Arsenalın bu sezonun ikinci hissəsində göstərdiyi azarkeşlər mənə üzr istəsin. İyrənç oyundan sonra mən Arsenal
yəni belə deyim də maksimumu bunun keçməkdir də belə başa düşdüm. Yəni mən onu hətta favorit sayıram. Minimum da. Hayır, o maksimum. Maksimumu bu da yəni. Sporting hətta mən sizə deyim ki, əgər yenə də bu oyun mənə bir söz nə çox ləzzət idi. 1-0-dan sonra belə yenə də hücuma getməyə başladılar və inanmağa, yəni ruhdan düşmədilər. Nə qədər ki, klass olaraq, səviyyəcə olaraq onlardan aşağı bir klub olsa, amma gözləyirik ki, ikinci oyunda həmin bir möhtəşəm oyunu göstərsin. Fərman və uduzmasın. Və uduzmasın. Arsenal Bavariya Bayer Arsenal maçının süjeti, qarşılaşmasının süjeti təkrarlanacaq bu oyunda səncə? Bayern Arsenal 3-1 qutaranı bildirirsən. Yox, Bayer, Leverkusen. Leverkusen. Yəni səfərdə nə bacardıq edə rahat. Məncə olacaq. Sadəcə bir nüans var ki, Bavariyanı udanda Arsenal 3-1. Mən baxdım, dedim ki, bu komanda möhtəşəmdir. Bunun qabağını kim saxlaya biləcək? Bavariyanı belə oldu. Hə, Bavariyanı beləsən 3-1 razıyam ki, əlbəttə ki, orada Neuer'ın səhvi oldu. Orada bir Luis Diaz'ın olmamağı da bəlkə həm də kimisi üçün xırda bir şey ola bilər, amma böyük klublar üçün böyük oyunçulardır onlar. Və indiki Arsenal mən valla belə baxıram, istəyərdim ki, City çempion olsun. Baxdığımız qədər ki, Bournemouth keçən dünən uduzdu Arsenal Emirates-də və sən dediyin kimi də. Çox üzr istəyirəm. Bu kimin formasını geyinir, həmin kluba qarşı gedir. Fikir versən verirsən. Arsenal forması istəyirəm ki, City çempion olsun. Fərman öz dəstəsi ilə gedir. Mən qarışmıram biraz. Mən o dəfə Sporting formasındaydım sözün açıq. Və Sportingin demişdim ki, birinci oyunda udacaqlar və doğrudan da Raya olmasaydı, Raya olmasaydı biraz pis çıxır, başqa bir zəif qapıçısı olsaydı, Arsenal xoşlayır axı zəif qapıçıları yığmaqda. David Seaman'dır, sonra Almunia'dır, Lehmann çıxmaq şərti ilə də. İndiki Chelsea-də var şimdi. Hə, indiki Chelsea. Mən deyərdim ki, Sporting bir 3-1 udardı onun oyunu. Sportingin qəşəng bir şansları var idi, sürətli hücumu. Sadəcə Sportingin biraz belə deyək, həm çempionatda öz güclərini tam qoymalılar ki, Portoya çatsınlar. Həm də ki, indi bunlar başa düşür ki, 4-də 1-də nə itirəcəm ki? Oyunlarını görsədirlər. İtilərsə heç də yoxdur. Sporting uduzsa da heç bir problem yoxdur. Əlbəttə ki, keçsə də o super olacaq. Sadəcə burada bir nüans yaranır ki, Arsenal bəli, birinci oyunu uddu. Bir çətinlik nə olsa da, səfərdir və s. Amma ki, ikinci oyunda özündə də çox güman ki, udacaq. Mən elə fikirləşirəm. Sadəcə bir sual burada əsas olur ki, Barcelona Atletico Madridi keçə biləcəklər. Orada bu sual. Onlardan birini keçə biləcəklər. Onlara ki çıxırlar da. Və Dedim o riski opsiya oyuna keçdi. Yox, mən maraqlı, yox, o mənada ki, Arsenalın yerinə bir normal deməyim, mən istəyərdim ki, açığı deyim də, Bavariya Real baxmaqdansa, hansı ki, doğrudan da qəşəng o, Arsenal Bavariya ilə düşərdi. Ya və yaxud ki, Arsenal Real'dan düşərdi. Bavariya gəlib düşərdi bu tərəfə ki, yarım finalda azdan Barcelona Atletico qalibi ilə Bavariya ya da Real oynayardı məsələn. Daha maraqlı olan. Mən belə başa düşürəm ki, Atletico keçsə və Arsenal keçsə, biz planet tarixinin, kainat tarixinin ən ubluski belə yarım finalına baxacaqıq. Yox, mən razı deyiləm. 0-0, penallarda da 0-0'lar gedir. Yalnızsa bir qapıçılar var da Arsenalın ubluski oyunu olacaq. Penallaşmada avtobus qurur. Bizə nə məsələ var? Arsenalın 41% qolları Premyer Liqada standart zərbələrdəndir. 23% də avtoqoldur. Zordur bura tamamı gəlsin. Sən çempionluğa gedirsən, çempionluğa gedən komandanın 64% qolların oyundan vurulmayıb da, başa düşdün. Kimsə Arsenal fanatlarında mənə o gün dedi ki, şeydir, Arteta istənilən hücumçunu impotent eləyə biləcək vəziyyətdə bir, yəni həkim kimi bir şeydir. Yəni istənilən Luboy, yəni hücumçu gəlsin, 50 qol vurmuşdum, gəlib burada 6 dənə qol vuracaq mövsümə və qutarda getdi. Onu necə eləyir mən başa düşə bilmirəm. Həmin o Jokeris gedir İsveçdə 3 hat-trick eləyir Ukraynaya qarşı. Gəlir burada bir topu ayağında saxlaya bilmir. Qardaş sən eyni oyunçusan da bir həftə fərqlə də o nətər olur axı? Çünki Arteta qətiyyən, yəni Arteta'nın o dərəcədə yəni psixoloji problemləri var mənə görə. Çünki istər-istəməz belə psixoloji problemi olan bir insana oxşamır, amma o keçən mövsümlərin o zəifçi oyunu mövsümün sonunda hər dəfə titul verməsi o qədər onu qorxudur ki. Ona görə də yəni sən can risk eləmir. Orada deyəsən bax 30 metr ötürmə verən, yəni Razdivalka görüb çırpır onu məncə. Arteta sadəcə mənim gözümdə qorxaqdır. Çünki qardaş, qorxaq prosta çempion olmadı da. Hə, bizə niyə hamı sıxırdı ya onu ki, bu il çempion olmalısan, Liverpool zəifdir, City o deyil, Chelsea o deyil, sən çempion. Əslində çempion olmalısan da qardaş, heyətin qiyməti milyarddır da. Yəni milyarddan da 6-7 il əvvəlin Arsenal deyil də bu yəni. Belə deyim də top 5 çempionatları götürsək, Arsenalın olan heyəti heç bir klubda yoxdur. O cəhətdən, sən kəmiyyət cəhətdən deyirsən, say cəhətdən ki, ikinci heyət yaxşıdır. Onun ikinci heyət hər bir pozisiyasına
Onun 2 dənə oyunçusu var. Özü pis ikinci heyətindəki oyunçu da zəif deyil. Məsələn deyim. Saka çıxdı, Madueke girir yerinə. Bəli, mən razıyam, Madueke Saka deyil, amma ki yenə də belə deyim də effektivdən dərəcəsi düşmür də o dərəcədə. Məsələn, başqa klublarda götürsün, kimisən deyim, Kimmich çıxır Bavariyada, yerinə Bischoff girir. Qardaş sən kimsən də var gedə girirsən də poli, amma o da oyun Carvalho girir oyuna. Normalde də girir də. Carreras çıxır, Fran girir zaten. Hə, məsələn də Barcelona yazıqda var ki, birazdan Flick özü girəcək oyuna da. Oyunçusu var ki, yoxdur da. Demək istəyirəm ki, Arsenal çox gözəl oyun göstərdi. Sadəcə Arsenal Arteta demək lazımdır ki, qardaş, mövsüm əvvəli yox. Fevral, mart, aprel aylarında oynamaq lazımdır. Yəni sən özünü sığortalayır da. Dekabra qədər nə edeyim? Olmur elə. İndi burada bir sual, City 8 oyunu unutsa, məsələn, çempion City'dir. Buradan da məsələn Atletico Barcelona qalibi gəlib bunları keçsə, yenə də Arsenal heç nəsiz qalır. Sadəcə mən sənə bir şey deyim. İndi əminəm ki, belə bir şərh olacaq. Ona görə də indidən onun cavabını vermək istəyirəm. Arsenal fanatları çox güman deyəcək ki, qardaş, tarixdə nəticə qalır falan 5 məkan. Capello da öz vaxtında çempion olmuşdu Ublutski futbolla 2006-2007 mövsümündə çempion oldu La Liqada. Düz qovdu onu Real. Real bəs başqa status deməzdim, başqa bir dəstək xətti olan bir başqa da Arsenal. Yəni başqa bir dəstək xətti olan bir komandadır. Ona görə də orada belə futbol keçmir. Çempion olsan belə keçmir, nəticə versən belə keçmir. Tarixdə nəticə qalır. Mən sənə razıyam. Dəyərli izləyici. Amma indiki biz prosesin içindəyik. İndiki mövsüm davam edir. Biz axı deyə bilməliyik ki, nə olsun ya Arsenal, yəni maraqsız futbol oynayır. Zato çempionluğa tarixə düşəcəklər. Yəni elə bir şey yoxdur da. Şərhçi də bildirəndə özünə məcbur prosesdə deməliyik. Proses isə bərbad. Yenə deyirəm ha, Artetaya görə ideal. İndi biz azarkeş olaraq deyirik də bərbad. Mən əminəm ki, Arsenal azarkeşlər özü də razı deyil bu futboldan, amma yəni də onlar o vəziyyət o qədər yəni kritikdir ki, nə hansı futboldan istəyirsən, istə elə də yəni. İndi yox, indi mən sənə razıyam bu nəticə versə. Bəs verməsə yəni ki, qovulasıdır. Amma biz o da dərinliyə girməyək. Yəni Arsenal verməsə o gələn də Patrice Evranın bir dənə qəşəng sözü yadımıza düşür. O deyir Netflixdə Arsenalın oyunlarına baxmaq, Netflixdə deyir seriala baxmaq kimidir. Hər dəfə gələn sonu gözləyirsən. İnşallah Arsenal Sportingə ehtimallar. Fərman. Mən keçid bildim. İstəyərdim ki, maraqlı bir oyuna baxaq. Sporting ucu başa düşür ki, məncə keçmə ehtimalı azdır və istəyərdi ki, möhtəşəm bir oyun göstərsin. Hardasa 70-in 30-a deyərdim Arsenal keçməyinə. Elbin? Məncə Arsenal keçəcək. Yəni faiz nisbəti də sadəcə olaraq onların o bədbəxtçiliyi biraz olan məşaqçılıq eləyə bilər mənim fikrimcə. Sporting yenə də məncə uduzmayacaq heç ilə və oyunda keçməkdə 80-dan 20-yə fikirləşirəm oyunu. İstəyirəm. İndi beynim və ürəyim arasında qalmışam. Bu dəfə belə qərar gəlmiş ki, beynimi yox, ürəyimi işlədim. Beynim deyir ki, Arsenal 1-0 olub keçəcək. Ürəyim deyir ki, Sporting keçə nə olar? Ona görə də 50-50 edirəm keçidə. İnanmıram. Bu istəyirəm. İndi baxa görə də mənim istəyim içimdə qalacaq yoxsa yox. Əslində olan Arsenal 1-ci tam 4-0-dur. Uşaqlar, çünki 4 dəfə korner oldu. Bu var arxasının yəni dəstək xətti deyir. Hardasa biz quşlamalıyıq. Uşaqlar, siz də Arsenal sporcu, ümumiyyətlə Arsenalın gələcəyini necə görürsüz və Arsenal çempion olmasa heç yerdə Arteta'nın gələcəyi haqqında fikirlərinizi də mütləq qeyd edin şərhlərdə və biz də keçək La Liqanın 17-ci turun icmalına. Xoş gəlmisiniz var arxasının La Liqa buraxılışına. O La Liqanın 18-ci turu çərçivəsində Barcelona öz meydanında, bu Çempionlar Liqası. Çempionlar Liqası çərçivəsində Barcelona öz meydanında Atletico Madridi qəbul edirdi və maraqlısı odur ki, hesab 2-0-dır, amma Barcelona xeyrinə yox. Və burada bir məqam yaranır ki, bu oyunun, yəni biz başqa tərzdə danışıla bilərdik, amma oyunda baş verən bir proses elə elədi ki, bütün yəni ümumiyyətlə bütün qarşılaşmanın dəstəxəti dəyişdi. Barcelona qırmızı vərəqəsi. Barcelona birinci oyundan əvvəl Ələkbərlə söhbət eləyirdi. O birinci çəkiliş vaxtında. Söz verir ki, pulu ilə o buraxılışı ki, məsələn, WhatsApp-a göndərərlər. 100%. Söhbət eləyirdi və orada Ələkbər yaxşı söz işlətdi ki, bəs Atletico Madrid öyrəşib ki, birinci oyun öz meydançasında lazımlı belə nəticəni qazansın və getsin səfər oyununa. Və Barcelona burada hamımız mən bilən Barcelona qələbəsini dedik də birinci oyunda. Birinci oyunda hə, birinci oyunda hamı belə də olacaq dostum. Normalda olacaqdı. İndi deyirlər ki, orada qırmızı yox idi, var idi. Məsələ odur ki, mən hamıyla razıyam ki, güclü bir toxunuş yox idi. Orada bir mənalı. Amma ki,
təkbətəyə çıxırdı da bu oyuncu. Həmin Mənə var. bir fərman demək istəyir şeydir, qırmızı yox idi zaten. Yo, qırmızı bir mənalıdır. Məncə bir mənalı deyil. Yaxşı, burada bir sual Demirəm yoxdur, amma deyirəm bir mənalı deyil. Bu çıxır təkbətəyə. Düzdür? Buna oyuncu toxunur. Qaçan yerdə. İndi fərqi istəmədən toxunur, istədən bu gedir. Kimsə deyir ki, top onda, top faktiki bunun qabağına düşür və bu qaçırdı. İki moment var da, top hələ onda deyil idi. Və sağ tərəfdə də oyunçu hələ var idi. Yəni ehtimal var idi ki, o çatsın. İkincisi də, üçüncüsü də ki, bilərəkdən də olan bir şeyi də qoydum bir qıra. Bir var ki, toxuşma arxası ilə qaçırdı. Yəni nə bilim o. Mən olsaydı, mən indi vermirlər də şeydə hakimliyi. Mən qırmızı verməzdim. İndi orada amansızcasına müraciət eləyir sadəcə. İndi orada bir sual yaranır da. Deyirsiniz topsuz top onda deyil. Düzdür? John Terry 2012-ci ildə qardaşım vurdu ayağına və topsuz idi da qırmızı verdilər. Okey də razıyam. Onda var yox idi da. Sən gedib yarım saat onu incələyə bilməzdin. Yox, söhbət o incələməkdir. O da qırmızı idi. Mən demirəm orada qırmızı yox idi. Sadəcə demək istəyirəm o da topsuz idi. O da qırmızıdır da. Bir soruş bir yazıq eşinin hakimləri ilə bağlı fikrini. Yox, indi məsələ nə gəldi? Orada Barcelona deyirlər ki, Barcelona sudya uduzurdu. Yox. Rashford nə qədər momentum vura bilmədi. Olmo neçə momentum vura bilmədi. Onda ki, hakim sənə heç nə ilə məşaqçılıq eləmədi axı. Bilirsən necədir? Mən Barcelona azarkeşlərin o hiss elədiyi o məsələni bu 6 bazarda hiss elədim. Daha doğrusu cümə günündə Real maçında Real Girona oynayır 1-1 və son dəqiqədə Kylian Mbappé'nin dirsəyinə sifətinə vurdular. İndi La Liga min dənə bəhanə çıxartdı ortaya ki, biz bəs lazımi kadrı vara verməmişdik, çatdırmamışlar falan 5 məkan başında. Orada mənim dərdim ondan ibarətdir ki, Real onsuz da qələbəyə layiq deyildi. Məsələn. Və yaxud da utsaydı belə 2-1 o penal olsaydı 2-1 olacaq. Yenə də yəni xal fərqi böyükdür. Proses səndən maraqlıdır. Necə olar ki, real bir məqamda harda ki sən variantın yoxdur, var ya görmür, ya bir şey fikirləşir. Yəni başqa sizə nə lazımdır ki, söhbət demirəm, düzdür, səhvdir. Başqa nə lazım idi ki, ortaya müzakirə çıxmasında, yəni konkret olaraq öz işinizi düzgün yerinə yetirmək üçün başqa bu müasir hakimlərə nə vermək lazımdır ki, spor yaranmasın. Mən onu başa düşmürəm. Ki başqa necə görüntüm yox idi məsələn də sən kayıfdasan. Görüntü yox idi. Şey dedi 3-cü divizyonu birləşik zadım oyununu müzakirə edir qardaş. Yəni Çempionlar Liqasının 4-1 finalında, yəni La Liqada da, yəni böyük yarışlardır axı, mühüm yarışlardır da. Tarixi olan yarışlardır. Burada artıq belə şeylər biz onlar 3 ildir bunlar danışmalı deyilik. 3 ildir başqa şey. Ancaq oyunumuz var. Hələ 3 il keçib, bəli 26-cı ildə hər dəfə oturub orada var yoxsa yox idi. Orada məsələ bilirsən nə idi? Sənin nə qədər ondan o tərəfə də sözü də kəsən baxırsa, Koke'nin hələ qırmızı məsələsi var idi. Hələ o sərbəst zərbəni başlamaq o vəbşi tema idi. Amma Fərman mən sənə razıyam. Amma Barcelona öz səhvlərinə görə udmadı keçmədi. Sadəcə fakt olar deyirəm. Bəli, Barcelonanın səhvi odur ki, o Rafinhadan çox asılıdır hücumda. Pressingdə. Yəni hücumda fakt gol vurmağa bunlar çətinlik çəkirlər də. Yəni fakt Rafinhadan başqa öz situasiyalarını, öz momentlərini realizasiyada bir də Rafinha bilir. İndi burada bir məsələ var. Koke'nin səninlə hardasa razıyam. O belə deyim də, momentlər çox da yadımda deyil, açıq deyim. Razıyam ki, sarıdan sonra bir dənə cərimə elədi. Onu mən özüm deyim ki, onu dərhal ikinci sarı verməzlər. Oyunun əvvəlində. Həm də ki, sarıdan sonra o qədər də qrubu deyim də belə joski bir moment deyil. Amma üçüncüdə bir 100% verməli idi o qırmızı. Mən hansında üçüncü? O 3 dənə cərimə elədi birinci hissədə. Koke. Koke'nin qırmızı almaması məsələsi Atletico'nun oyunda, Barcelona, Real'ın oyunda, Barcelona bu çox normal. Prosta uşaqlar çoxsu Real keçlər deyil. Öyle Koke 70 dəfə də ayaq sındıra bilər, o qırmızı almır qardaş. Onun dayı var. Torreira'dır, Koke'dir. İllərlə bax, indi oyanıblar ki, Koke niyə üçdə qalır? Qardaş, Casemiro o dərəcədə yoxdur. B2-lər oynadı. Koke sarı vermirdilər də, yaxşı da. Koke hər derbidə ayaq sındırırdı. Maksimum sarı. Maksimum o da bilsəniz, ay yaxşı dayı 6-cı dəfə ayaq sındırırsan, buyursa. Bir məqam, topu əlinə götürmə məsələsində həm öz fikrimi istəyirəm, qısaca bildirim, həm də oxuduğum odur ki, qapıçı çərçivəsi var, cərimə meydançası yox, qapıçının qabağındakı. Onun içində ötürmə verirsə, oyunçu topu əlinə götürürsə, yerə qoyursa, o cərimə deyil və penalti deyil. Əgər ondan qıraqdadırsa, biraz çünki keçmiş oyunlara da fırladılar. Arsenal Bavariya keçən il, Aston Villa Brugge orada da verməmişdi. Aston Villa Brugge də vermişdi, amma Aston Villa Brugge də qapıçı çölündə idi, o balaca kvadratın çölündə idi. Bir o məqam, qayda onu deyir ki, okeydir hər şey. Mənim fikrim şəxsən,
Yəni mən Real az keçirəm ya da deyək ki, mən Barcelona az keçirəm, oynayıram Atletico-nu belə bir epizod görürəm, vermədilər penal, mən vecimə deyim. Çünki mən düşünürəm ki, belə səviyyədə belə penalları vermirlər. Ki bir pas. Yəni Atletico Madrid az müdafiəçisi də xiyar deyir ki, öz-özünə penal gətirsin də. Ya bu eşitməyib bu səsini, fitin səsini. Yəni bu planlaşdırılmış bir şey deyil də, alınıb da. Yəni bu səviyyədə penal vermək nə dərəcə düzgündür? Mən sənə tam razıyam. O Van Persie söhbətinə oxşadı. Onda qardaş Van Persie'nin də ləğv edir də qırmızısını da eşitmədi. Söhbət orada penaltidən daha çox, onda qapıçıya sarı verirlər də. Sən qapıçıya verməklə nə qazanır Barcelona? Qardaşım, vaxt uzadırdı da, bütün oyunu vaxt uzadırdı da. Sən ümumiyyətlə bu epizodu görürsən. Əli ilə topu qoyursan yerə, fiksasiyada, sonra sən başlamalısan. Sən ayağı ilə başlayırsan, qaqaş təzədən əlini tutur. Yaxşı, mən hansı momentdə anlayardım? Bu əli ilə təzədən qoydu bu oyunçu, vurardı qabağa ya da pas. Bu götürür təzədən buna pas verir. Qardaşım, ya bu məsələnmə. Atletico Madrid. Mən ümumiyyətlə oyundan qabaq eşitmişdim ki, Yamalın sarı vardı yəni limitində də. Bu oyun sarı alsaydı cavab maçında oynamazdı. Mən xəbər eşitmişdim ki, Söyün başı müdafiəçidən deyir ki, onun ana bacısı Söyün ki, bir dənə sarı alsın, bassın bayrağına. Yəni orada Atletico'da hər şey Atletico tanımırsan ki. Nə nadir görürsən. Arkadaş, mən ona görə sağ istəmirəm. Yəni qardaş, siz dediyin şeylər çox normaldır. Yəni brat, çox normaldır. 0.43 XG ilə 2 gol vurublar. Amma Alvarez qeyd etməliydi. Cərimə zərbəsi super idi. Cərimə zərbəsi super idi. Və burada bir nüans var ki, mən BBC-dən baxırdım. Bütün o əllər. Kimin? Realın. Bağışdan o BBC zarafatı hər bağışda olmalıdır. Hər il o xalası BBC orada o FIFA-nın qaydalarından sən dediyin kimi bəli, xətti keçmirsə və deyilib ki, elə şeylərə görə sən demişkən, elə səviyyədə verilməz də. Məsələn, Arsenal'la Bavariyada verməmişdi. Liqa mərhələsində amma yenə də Liqada yox, 4-1 idi. 2023-24 mövsümdə 4-1-də idi. 1-0 1-0-2-1 nəsə belə bir şey qurtarmışdı. Bavariyada keçdi, Real'la düşdülər. Orada da verilmədi. Bəli, Türkiyə liqasında verilir. Üzürü sayın, Türkiyə liqası elə liqa ki, Torreira 3 ildir qırmızı vermir. 4 ildir qırmızı vermir. Türkiyə liqası futbolu təbrik eləmir. Futboldan danışır. Elə liqadır ki, Fənərbağça hər 80-cı dəqiqədən sonra 10-0 udsadı, 90-cı dəqiqə 10-10 eləyir hesabı. Ona görə də mən o çempionatda ümumiyyətcə bir tutmuram. Amma ki, bu oyunla, bu nəticə ilə mən istəyirəm ehtimalımı deyim ki, Atletico Madrid keçmə şansı 60-ın, 65-in 35-ədir. Elvin? Mən Barcelona keçidinə daha çox inanıram. 70-in 30-una fikirləşirəm. Barcelona baxmadan remontadaların kralıdır. Kral Real deyir, remonta. Harda remontada kral? Yox, şey söhbəti. Yo, bir dənə gözlə. Roma eləyib, Liverpool eləyib, remontada olub da. Ay, blin! Adım almışdır. Və ehtimalım o ki Barcelona. Məncə Barcelona keçəcək. Bir neçə məqam var hansı ki Barcelona'dan burada keçməlidir. Rafinha'nın olmaması və Pedri'siz bu komandanın gördüyü nə vəziyyətidir. Time'da çıxartdı Pedri'ni vəbşi bir. Mən ilk dəfə də həyatımda mənim Yamala yazım gəldi. Nə qədər hücum elədi almadan. Hardasa orada hətta Əsrin qolunu da vura bilərdi. Keçdi sadəcə vurmadı. Belə dəst xəttlə Barcelona'da və Simeone nəzərə alsaq ki, deyib ki, mən çempionluq qazanmaq istəyirəm Griezmann-a görə ki, son mövsümündə Griezmannın qardaşım mən Barcelona Griezmann-a görə niyə? Özünə görə də qazandı. Buna medal verməyəcəklər, Griezmann-a verəcəklər. Barcelona'ya bu Atletico Madrid-ə görə şans tanımıram. Bu Atletico Madrid həyatının avtobusunu oynayacaq cavab maçında. Mən deməzdim avtobusu oynayacaq, amma baxarıq. Uşaqlar 70-30-a məncə Atletico keçəcək və vaxt itirmədən keçək bizim son oyunumuza. Və bizim belə çıxır ki, bugünkü buraxışımızın aşı Real Bavariya qarşılaşması, Titanların görüşü. İlk oyunda Bavariya 2-1 hesabı ilə qalib gəldi səfərdə və cavab maçda Allianz Arenada başlayacaq. Fərmandan məncə fikri götürməyək. Nəhayət ki, bu arada Bavariya yazıkeşləri o momentə gəlib çatdı ki, biz Bavariyanı normal belə müzakirə edəcəyik. Amma Fərmanla baxaq indi Fərman nə deyəcək? Fərman Bavariya. Olisə keçir. Luis Diaz da var. Faktiki nə deyirsə elə odur çıxır. Mən sözün açıq son bir 4 ildə baxdığım ən maraqlı oyun idi. Ümumilikdə yoxsa Real'la Ümumilikdə fərqi yoxdur. Çox maraqlı, belə deyim, əslində mən temp yüksək idi və Bavariyadan açığı mən daha çox şey gözləyirdim sürət baxımından. Məsələn, Bavariya Real'ı keçsə, sürət baxımından PSG Bavariyadan birbaş sürətli futbol göstərir, nümayiş etdirir. Amma Bavariya elə bir ki, hardasa ləngil. Bəli, mən razıyam ki, orada Santiago Bernabeu faktoru var idi. Hansı ki, istər-istəməz də, belə deyək, Bavariya nə qədər böyük klub olsa belə, orada oynamaq çətindir də. Real'ın da ki, bu cür başa düşülməyən oyun tərzi,
непонятно idarə edilən Arbeloa xaos kimi deyil buna. məşqçisi, nə bilim müdafiədə Carreras kimi bir müdafiəçisi. Eləmə də, Carreras Yamalı pis saxlayırdı. Bir dənə oyuna görə Carreras niyə Yox, satırsan? indi onlar mən birdən bitirim fikrimiz deyəcəm Ayda. sən. Carreras 1 milyon avro pulu yazmışdı ki, Bavariya oyunu udacaq. Və hər şeydə elədi ki, Bavariya oyunu udsun da. Həqiqətən, fərdi məsələ. Luni, məsələn, Kurtuan, demirəm indi Luni pisdir. Mən Kurtuan yenə də olmamağı çox bir faktordur. Əsas qırılan nöqtə orada nə idi? Bəli, Bavariya möhtəşəm oyundu. Real da öz belə deyək, bu ilki oyununun maksimumunu göstərdi. Çox gözəl oynayırdı. Prosta birinci hissədə Bavariya daha yaxşı oynadı. İkinci hissədə Real daha yaxşı oyun nümayiş etdirdi. Hardasa Bavariya da bəli, hesab 2-0 olandan sonra müdafiəyə yönlü başladı oynamağa. Amma ki oyun necə 2-2, 3-2, 4-2 Real xeyrinə bitə bilərdi. Elə də 1-4, 1-5, 1-6 Bavariya xeyrinə bitə bilərdi. Real City-ilə ilk maçı bəlkə yadında olar 21-22 mövsümdə. Hardakı bir səfərdə Rodrigo möcüzə hərəkət etdi. 3-4. O oyun bu oyuna oxşadı. Oxşadı. Məsələn, razıyam, amma bir dənə nüans var ki, Neuer. Mən onun o qapçını, məsələn, çox adam o qapçı nömrə 1 hesab eləyir. Məsələn, ümumiyyətcə də belə tarixdə mənim üçün bu fon olub olacaqdı. O çox sağ qardaş. Bu fon mənim üçün 1 nömrədir. Hamı üçün 1 nömrədir. Yəni futboldan başa çıxanlar hamı üçün 1 nömrədir. Neuer, amma Neuer sən futbolda 40 yaşında göstərdiyi o oyun möhtəşəm idi. İnanılmaz performansdır. Amma ki o Vinicius var ha. Vinicius var ha. Bax buradan deyirəm, bəlkə subtitrlə istəyirsən nə dildə yazırsa yazsın. Qardaş, çıxırsan təkbətək, düzdür? Neuer möhtəşəm. Sıxdı ki Vinicius. Neuer hər şey düz elədi. Hə, düz elə sıxdı ki qapını itirsin də, düzdür? Qardaş, sənin 180 milyon qiymətin var ya, başa düşürsən? 180 milyon qiymət. Onu Fərman elə vursaydı. Deyərdim dərd yarı. Yıxılsaydım da orada mən heç kim bir söz deməyəcəm. Çünki mənim pulum yox, mənim qiymətim yox. 25 manat qiymətim var. Dönən yanında ayrandır sən. Qardaş, heç o da bahadır. Başa düşdüm, mən pul verib orada oynayaram bəlkəm də. Başa düşdüm. O adam ki stadiona pul verib gəlib oynayıram. Söhbət ondan getmir. Sən sıxır. Sol, yox, mən özümdən danışıram. Mən cəmaət işim yoxdur. Sol krayın boşdur. Baş üstə ata bilərsən. Sağ görsədi belə də sola qaça bilərsən. 100 Braziliya burada qolun elisini ölür də bunu. Amma ki, sən bunu belə vura bilməzdin. Başa düşürsən? Qolda da çox möhtəşəm idi Neuer-də. Belə deyim, çıxartdı demək olar ki topu. Amma ki, bir şey var ki, cavab oyununda necə olacaq? Mən icazə versən mən burada perixvat eləyim bir dənə, topu alım səndən. Peña Blancas'ın videosunu demişdim, burada da təkrarlamaq istəyirəm. Orada bilməm baxdı, baxmadı. Burada bəlkə Ali futbol, 40 min adam var YouTube-da. Bəlkə bir təhər çatar. Vincent Kompaniya özümü tuturam. Səfərdə udmusan 2-1. Qalibiyyəti qazanmısan, cavab maçda öz meydanındadır. 1 qram ağlın varsa, əgər Mallorca Girona maçlarına baxmısansa, qurban olurum. O tulu özünə görə deyirəm. Bax mənə ona abart lazımdır ki, sən oynadığın kimi oynayasan da, özünə görə deyirəm. Müdafiəyə otur, əks-hücum oynat. Qardaş 3-4-0 udacaqsınız. Çünki bilirsən necə olacaq? Vincent Kompaniya öz prinsiplərinə geri çəkilməyəcək. Hücum meyli oynayacaq. Arxasında da boşluq verəcək. Real da yaxşı oynayacaq avtomatik olaraq. Çünki Real Bavariya ilə daha yaxşı oynayır. Deyək ki Mallorca ilə. Mallorca bağlanır, Real işini elə bilmir. Lazım profildə oyunçular yoxdur, amma Bavariya bu sürətli hücumçulara Mbappe-də, Vinicius-da qol vura bilməmələri o bir məqamdır, amma fakt momentlər yaranır da. Momentlər niyə yaranır? Çünki bunun Upamecanosu taxı sürətdə zəifdir. Ümumiyyətlə zəifdir. Yəni müdafiə olaraq çox zəifdir. Müdafiənin cinahlarında isə 2 dənə dayaq yan müdafiəçisi oynayır, Stanishiclə Laimer. Plus sən hücuma meyli oynayırsan, plus arxan əlbəttə boş qalacaq. Vinicius hansı birin keçdi ki? Vinicius neçə və qol şansı. Upamecano sürətdə sürətdə onu yedi, məncə razıyam. Sən Upamecano sürətli bilsən nə etməli? Civvə qoyub getməlisən. İndi qardaş, Neuer-də bir tərəfdən biz tərəfləyirik, amma son 4-5 oyunda 10-15 dənə Real qol şansı yaratdı Real. 3-4 dənə qol vurdu. Realizasiya problemi də var. Hər şey Neuer-ə fırlatmaq olar ya, düz eləyirsən. Amma Mbappe ilə Vinicius neçə dənə epizod plus Mbappe ilə Vinicius başa düşdən. Bavariya neçə dənə qol vurmadı sonlarda? Ümumiyyətlə Reala qarşı bütün qapıçılar belə möhtəşəm oyun göstərir. Marseldən başladı özdə bu söhbət. Marcel Rulli səni unutmadınız. Yəni yenə şanslar bərabərdir. Nə mənada bərabərdir? Biz bir oyundan müəllim qoysa mən bərabər. Ümumiyyətlə bu oyun haqqında nə demək istəyirdim? Bir şey, hər şey daha çox gözəldir. Mənə gələn də heç nə qalmadı. Bu 20 ildən çoxdur baxırıq futbola da. 20 ildə də bir 20 dəfə baş məşqçi dəyişib Bavariyada. Amma heç də sən demişsən qansız oyun göstərirlər də. Yəni bu 2-1-də dayanmamalı idi. Niyəsə dayandı.
bilmədim o Razdivalkadan nətər çıxdılar onlar oyuna. Risovka, Misovka. Ay gördün o sırası hücuma getdilər, tank gol. Dedim indi vso da gəlir də Bavariyada. Yəni biraz zəifləşdi. son yondular. Bir qoldu ya bu dəqiq Bavariyadır. Yəni bəlkə Freiburg zatdı qırmızı formalı. Bellingemlə Militao'nun meydana çıxıb tempi öldürməsi məsələsi çox O da vacibdir. yaxşı idi, Onlar amma çıxmasaydı elə də sən dediyin olacaq. biraz da o şeylə risovkalıq da var idi. Erələr də boş qabığa Oy, paslaşmaqla kələyinə vurur. Nistelrooy'dan gol var Realda. Oyda. O dedim ondan vuracaqlar indi. Paslaşıb alınmadı. Yox. Amma ki doğrudan da siz düzgün vurğuladınız ki, Peter oynayırdı Arda Gülərdən. Bellingham oyuna girən kimi mən razıyam. Bəli, çox adam deyir ki, Bellingham Real bu dəqiqə gəlsə pis olacaq və s. Bellingham oyunu tam dəyişdi. Hücumda konkret paslar başladıq görməyə ki, necə məsələn də Arnold'a pasları ötürürdü, topu saxlamaq və komandanı hücumda idarə edirdi. Mən bu Bellingham axırıncı dəfə 23-24 mövsümdə görmüşəm. Bellingham Jona'la cümə gün yaxşı oynadı. Yaxşı oynadı, bəli. Bellingham'in o ötürməsi, elə qol da onun ötürməsindən başladı da. Trentə verdi. Trentə verdi. Trent belə deyək də ötürməsi ilə Mbappe golunu vurdu. Və Arda Güler də yaxşı idi. Sadəcə Petarçın problemi o idi ki, cavandı. Yenə də səhv buraxdı. Birinci hissədə. Oradan sadəcə Lunin də üçün yerə dururdu. Gnabry gözləmirdi. Həm tələsəm də gözləmirdi. Gəldi Luninə. Lunin də prosta indi qaçırdı ya o tərəfə də. Hə, o tərəfə gedirdi, dəydi, çıxdı. Amma ki, məncə burada oyun məsələsi belədir ki, oyunda birinci qolu kim vurdusa, o da udacaq. Əgər o da keçəcək. Bəli. Çünki əgər Bavariya birinci qolunu vursa, mən çox güman heç inanmıram ki, Real 2-sinin üçün davamını gətirə bilər. Çünki azından Santiago deyil. O cavab var. Amma Real vursa, Real müdafiəyə oturub ekstra gedib və penallaşmaya can çatdıra bilər. Sənin ehtimalın keçdi. Ehtimalım olur ki, yox, keçməyə baxanda mən bir mənalı istəyirəm yarım finalda PSG Bavariyanı görmək. Mən 80-dan 20-yə deyirəm. Daha 90-dan 10-a. Elvin 100-ün 0-a. Bavariya. Sona kimi, yəni başqa variantım da yoxdur. Komanda bütün yarışlardan demək olar ki, basır bayrağı. Sona kimi Reala az keçdi eləyəcəm. Bu dəfə neytral bir ekspert deməyim, paslara neytral bir şəxs kimi yox, konkret olaraq Real az keçdi kimi deyirəm. Əlin əliyə. Çünki komandanı tanıyıram. Sən də tanıyırsan. Səncə başa düşürsən? Real Bavariya PSG-ni görməyə daha maraqlı olar. Yəni ki, PSG Real. Yox, PSG Real da maraqlıdır. Niyə də yox? Yox, orada xəşlim çıxar. Bir dənə sözü kəs. Əgər Real Bavariyanı keçsə, Real PSG-ni də keçəcək. Hücuma meyil kompaniya qayıdıram öz spiçimə də. Kompaniya istəyirsən ki, Real keçsin, şans yaratmaq istəyirsən, problem yoxdur. Oynadığın oyunu oyna, bax görə axırda nə olacaq, amma müdafiəyə keçsən mən sənə deyirəm halal olsun. Mən əldə deyirəm. Bir çox faktora görə, müzakirə etdiyimiz faktorlara görə siz öz fikrinizi, məni söyləndən sonra öz fikirlərinizi hesabla bağlı deyə bilərsiniz. Uşaqlar ümumiyyətlə sizcə yarımfinalda hansı qarşılaşma olacaq? Bizə maraqlı siz deyəsiniz. Məsələn üçün yarımfinalda bu cütləri görürəm. Biz də şərhlərinizi cavablandıraq, fikirlərinizi maraqlı fikirlərimizə öz fikirləri cavablarımızı yazaq. Elvin idi, Fərman idi, mən Abdul idim. Ali Futbol YouTube kanalı idi və var arxası belə şeydi. Var arxası Ali Futbol var. Bu başqa bir şeydir. İnşallah növbəti həftə, daha doğrusu 4-də 1 finallardan sonra görüşərik sizinlə. Çox sağ olun. Sağ olun.